Biraz da totuşuydu. Yo, Orxan kökəlmişəm. Da az ye də, az ye. Orxan mən də kökəlmişəm. Başılıqda 6 kilo. Və əziyyət çəkirəm, 2 ay arıqlayıram, 1 həftəyə kökəlirəm. Mən kilo yarım arıqlamışam. Təsvir. Maşallah, sən elə bir nə çörək yeyirsən, nə su içirsən. Yemirəm ki mən çörək. Mənki tərəvəzdir. Sən çıxmısan, Avokado, xiyar, pomidor. Niyə qaqa, niyə çörək yemirsən? Mənki oldu da. Mən ümumiyyətcə diyetə. Mən model kimi o qədər işləmişəm. Diyeta məndə pəhriz vərdiş halını alıb. Vərdiş halını alıbdır. Orxan, bu ay Bəli. kimlərin ayıdır? Bu ay çox sağ ol hədiyyə üçün. Bu ay. Mən deyim də sizə. Bax bu ay ikizlərin ayıdır. Bu ay qız bürcünün ayıdır. Bu ay şir bürcünün ayıdır. Bu ay dolçanın ayıdır. Bu ay mən sizə deyim tərəzinin xərçəngin ayıdır. Niyə? Bax bu adını çəkdiyim bir ümumiyyətlə hər bir bürcə düşər olacaq. Sırf bu Aha, adını. necədir? Nə baxımdan? İş baxımı, bruzin, İş baxımından da yaxşı olacaq. Sadəcə yenə deyirəm, səbr indi çoxunuz edə bilmirsiniz. Bəlkə səbr etmək istəmirsiniz. Həyatınızda böyük bir dəyişim başlayır. İstir maddi olaraq, istir mənəvi olaraq. Bürclər ümumiyyətlə kateqoriyaya bölünür. Hər bir bürcün bir planeti var, hər bir bürcün bir rəngi var. Və məsələn, gəlin A-dan Z-yə başlayaq. Məsələn, qız bürcündən dolça, misal. Hal-hazırda qız bürcündə olan, dolça bürcündə olan insanlarda gərginliklər var, həyatında dəyişim olmalıdır. Və yaxud da özlərinizi biraz yorğun hiss edirsiniz. Buna məndən yəqin ki, razısınız. Heç nə yetmir. Dəhşət yorğunam, dəhşət. Və yuxudan doymuram mən. Bu dəyişimdir, bu ay dəyişimidir. Hamı deyir ki, doğrudanmı? Hamı deyir ki, sənə nə olub? Mən yəni söz tapıb deyə bilmirəm ki, nə yuxudan doyuruq, nə yeməkdən doyuruq. sağ ol. Mən yuxudan doymuram. Mən belə elə bilirəm depresiyadayım. Yəni Çölə də çıxmaq istəmirəm. Orxan, tez ol denən, biz nə vaxt çölə çıxacağıq, nə vaxta qədər Ada yatacağıq? çölə çıxmağı da məndən cazı alırsan. Allah köməyin olsun sən. Ümumiyyətcə mən sizə bir söz deyim. Baxın, bunu hamıya deyirəm mən. Tüm bürcləri səslənirəm. Yay ayı gəlir. Yay ayı gəlişindən qabaq insanlar da yorğun olur. Necə məsəl üçün biz yay ayı gələndə evimizin bu təmizliyinə başımız qarışır, evimizi təmizləyirik. Misal çəkirəm, yay paltarlarımızı çıxardırıq. Yəni bu yay ayları gələndə bütün unsurlarda bürclərdə biraz ruh düşkünlüyü olur. Bu bitəcək. Bu 4-5 gündən sonra bitəcək. Dəhşət dərəcədə. Dəhşət dərəcədə. Nə qədər desəm. Ekran tıkında qaldıraq, uşaqlar zəhmət olmaz. Hər birimiz ekran tıkını qaldıraq. Səbirlə hərəkət eləmək lazımdır. Sırf səbirlə hərəkət eləmək lazımdır. Çünki bu ərəfələr ümumiyyətcə mən əqrəbləri də keçən dəfə təmanna elədim. Əqrəb bürcündə olan insanlarda ümumiyyətcə yaxşı bir dəyişimlər başlayacaq. Amma əqrəb bürcündə olan insanlar həyatınızdakı uğuru götürmək üçün də birinci növbədə səbirlə hərəkət eləməlisiniz. Və bu səbir əqrəb bürcündə olan insanların həyatına bir uğur gətirib çıxaracaq. Bax, qızla dolça. Hal-hazırda həyatından bunlar narazıdırlar. Mən bunu bilirəm. Nəyə görə? Çünki razı olacaq ay Orxan. nə vaxt deyəndə ki, ümumiyyətlə mən hesablamalarıma görə bu may ayı bütün bürclərin ən uğurlu aylarından biridir. Bu may ayı. Sən də narazısan, Aygün. Heç nə yaxşı deyil. Düşün, məndə də heç keyfim, əhvalım yaxşı deyil. Ay gülün, biraz pozitiv olun, biraz həyatın anını Alınmır, yaşayın. Orxan, istəyirsən yalandan deyib güləsən, görsən ki, o deyil. Yox, sən yalandan deyib gülmə də. Sən yalandan niyə gülürsən? Nə pozitiv olaq, Deyirəm, Allahdan nə istəyirəm, o mənə verdi. Bu günləri maşında dəniz qırağında Könül xanımın mahnısına qulaq asırdım. Məni də gəl apar, qurbanın olum. Bax, o arzuma çatdım, o birisi qaldı. Nə vaxt danışmaq istəsəm mənə dedə, Könül xanım qohumumdur. Allah, belə canlıda baxırdım, gördüm sən buradasan, gəldim Könül xanımı gördüm. O gün biri mənə deyir ki, bir ekizlər bürcün sənə görə sevdi Orxan. Qız bürcündə Könül xanıma görə sevirik deyirəm. Nə gözəl. Orxanın maması dolçadır, mənə görən kimi dolçaları tərifləyir. Qorxusundan, mamasının qorxusundan. Bizdə mama dolçadır. Yox, mən bir dənə söz deyim də. Mən dolça bürcü ki, hər bir bürc iki kateqoriya ayrılır. İstəyir qız olsun, istəyir ekibat. Dolçalarda bir xüsusiyyət var. Eşidirsən? Dolça həyatda ən dəlisov insanı nə baxımından. Bax, birinci növbədə bir 6-7 dəfə evi təmizləyəcək. Vasfasıdırlar. Deyirəm, ayarba, təzə Ay, bax, bu dəqiqə oturmuşam, adyallar atmışam, maşına yuyuram. Ay, sağ ol. İkinci növbədə isə dolça çox zəhmətkeş və can yandıran bir bürcdür. Unsurlar içində ən zəhmətkeşlərindən biri də onlar. Bax, qız bürcü kimi, eşir bürcü kimi. Dolçalarda yaxşılıq eləmə hormonları həddindən artıq çoxdur. Əslində çox yaxşı olmaq da yaxşı bir şey deyil, amma onu da deyim sizə. Əslində, çox gün Könül xanıma dedim, bunu çox yaxşı olmaq da yaxşı bir şey deyil. Yaxşı olasan.
Amma baxasan kimə qarşı yaxşı olasan. Əslində çox yaxşı olmaq da yaxşı bir şey deyil. Bu kateqoriyalarda var. Bax, keçən dəfə mən xərçəklərdən danışıram Şöhrü xanım. Deyirlər sevgi həyatında, deyirəm sevgi həyatı düzələcək xərçək bürcündə olan insanlar. Amma mənim bildiyim bir şey var. Ümumiyyətcə həyatınıza yaxşı mənada deyirəm. Ya balıq bürcü çox alın, ya şir bürcü çox alın. Çünki balıqla şir bürcündə olan insanlar daha da klassik düşünən, daha da ağıllı insanlardan biridir. Və ümumiyyətcə balıqla şir bürcü ən dedektiv janrda olan insanlardır. Və balıqla şir bürcündə olan insanlar hər zaman gözəl dəyər vermə kateqoriyalarını yaşamaqda bacarırlar. Hər zaman bacarılır. Çünki bu insanların aktuallığı da böyüdür. Qoşqar, xoş gəldin. Və ümumiyyətcə, indi deyirsiniz, məsəl üçün, mənə şansını niyə gətirmədi? Tutalım, mənim bəxtim niyə gətirmir? Mən niyə gərginəm? Mən niyə yorğunam? Ümumiyyətcə, birinci növbədə %30% bürcdürsə, %90% insan ruhudur. Həyatınızda sosial aktivite alır. Yeni insanlarla tanışlıq olduğu zaman enerjiniz qalxır da. Razısınız yəqin mən bu fikrimə. Yeni insanlarla. Çünki yeni insanların da bir enerjisi var. Yeni insan, mən məsəl üçün balıq bürcü, Xoş ondan sonra gəldin. şir bürcü, sevinç nunu buradasınız. Bunlar dünyanın ən klassik bir bürcləridir, güclü bürclərdir. Məsəl üçün qız, şir, dolça, balıq, ekizlər, əqrəblər, bunlar sevgi barəsində, maddiyyat barəsində dünyanın ən güclü bürclərindən biridir. Və bu bürclərində həyat həssasiyyəti möhkəm olur və bu bürclərdə kateqoriya bölünürlər. Və məsələn, belə deyim sizə, biz ekizlər bürcündə olan insanlara mən bir şey deyirəm, astrologiyanın beyni də ekizlər bürcündə olan insanlar. Çünki ekizlər bürcündə olan insanların duyğu xarakter kəsi böyüyor. Aleyküm salam. Və həyatda da ən güclü enerji verən insanlardan biridir. Və ekizlər 12 bürcün içində hər zaman müsbət enerjini ötürüb mənfi enerjini alan insanlardan biridir. Orxan, bəs ən çox hissiyatlı bürc hansıdır? Ən çox hissiyatlı 3 dənə bürc var. Ya, bir dənəsə. Könül xanım bizə qulaq asırsan ki, qəmlidir, fikri hardadırsa. Ay sağ ol. nə Burada gözəl. deyil. Mən Könül xanımın psixologiyasını Könül xanıma bilmirəm. baxıram bayaqdan. Buradadır, nə çıxır, nə çıxmaq istəyir. Amma burada da deyil ha. Nəsə elə bir ki, narahatdır, nədənsə sıxılır Yox, buradan da. Mən deyim də, bax mən sənə deyim də. Könül xanım bu dəqiqə kimdənsə Mən nigaran. kimə nə deyirəm, deyirlər çox düz deyirsən. Hə. Bax, parapsixologiya baxanda insan etudları, hərəkətləri vardır. Könül xanıma baxanda bədən dilindən oxumaq olur ki, kiməsə görə narahatdır. Fikri burada deyil. Amma burada çıxmaq da istəmir, qalmaq da istəmir sanki belə kefi yoxdur. Qulaq asıram, gözüm sizdədir, amma fikrim düz deyilsin. Ay gör. Ay O gör, sən dəqiq. nə gücün? Sən nə gücün? Dolça bürcəm, amma məndə ümumiyyətlə hissiyat güclüdür. Mən çox adam deyir. Bax, sizə bir sual verim. Dolçadır. Sizə bir sual verim. Birinci Könül xanıma sual verək. Uşaqlar sizə də sual verirəm. Bax, ümumiyyətcə bürclər içində, özünüzə yaxın gördüyünüz bürc hansıdır, amma tam səmimi. Özünüzə ən yaxın gördüyünüz, dərdinizi, sirrinizi müzakirə edə biləcəyiniz bürc hansıdır? Mən dəqiq bilmirəm Orxan. Amma bu yaxında hiss etmişəm ki, elə dolça, bir də ekizlər. Dolçaları istəyirlər, prosta dolçalar biraz başqa. Ekizlər mənə yaxın insanlardır. Yəni mən güvəndiyim insanlardır. Mən bilmirəm açığı. Bu son vaxtlar hiss etmişəm ki, güvənə biləcəyim bürclər sən demə, ekizlər. Və dolça bürcü. Buğa ən güvəndiyim bürc buğa olub. Buğa gözəl bürcdür, aktual bürcdür buğa. Mənim Buğa yaxın Tərəziyə mən güvənmək, nə bilim, proqram olub, dünyasını dəyişib. Mən bu Allah dünyada, rəhmət eləsin. Amin. bəli, bu dünyada ən çox güvəndiyim bir insan olub. Adı da öz adımla eyni olub, Könül. Buğa bürcü Dəhşətli bir, güclü bürcdür. Çox güclü bürcdür. çox etibarlı bu həyatda. Mən ondan etibarlı ikinci bir insan görmürəm. Buğa çox güclü bir bürcdür və buğa bürcündə olan insanların dərin nöqtələri də böyüyor. Uşaqlar, bu arada ekran tıkını qaldıraq, zəhmət olmasa. Bəli. Ekran tıkını qaldıraq, bir gözəl sənətçimizə bir gözəl bir ürəklər ataq. Oğlaq bürclərini sevirəm. Gözəl sənətçimizə ürək qurbandır. Canımsız. Var olsun. Can. Bizim oğlaq bürclərimiz Nasbəri xanımdır, Səliyeva. Oğlaq bürcü. Dostlarımdan var. Oğlaq bürclərini də sevirəm, belə özünə dəyər verən, belə Çox, lider. çox, Bu oğlaqlar biraz lider olmağı sevirlər. Oğlaq bürcü ümumiyyətlə Mən oğlaqlarla yola gedə bilməm. Onlar özlərini çox istəyir. Və ay sağ ol.
Onlar istəyirlər. özlərini çox istəyirlər. Amma Bu özü də çox istəmir ki. yaxşı dostluqları var amma. Çox. Onların nəbzini tutarsan, onlar Onların öz ürəyindən gəlirsə nə isə eləyirlər. Sən heç vaxt sən dediyi eləmirlər. Valla onların sevgisini qazana bilirsənsə, deməli Qazandınsa vəsiyo, kef elə. mən balığın dostluğunu sevirəm. Çünki balıq balıq bürcü, insanın göz yaşından tez insanın yanında olan bir bürcdür. Çünki balıq Ədə sən məni özünə köməkçi götür burada. Ay Orxan. balıq bürcü qədər mən həyatımda bir balıqlı bir şey gördüyümdən Tamam, bilirəm. xoş gəldin. Fikirlə balıq bürcü dünyada ən idealist insanlardan biridir. Qoç necədir? Qoç bırak lider bir bürcü. Sadəcə qoç bürcündə olan insanlar yalan danışır. Ekran tıkını burada 3 Görürsünüz milyon adam Könül var. xanım da mənə kimi sıxıldığından Uşaqlar, çay ekran tıkını bir dənə 200 eləyək. Ha valla. Xıldım çaysızdır. 200 eləyək uşaqlar. Ekran tıkını bir dənə 100k, 200k eləyək. Burada olan Tamam, hər kəs xoş ekran tıkını gəldin. qaldırsın. Çox sağ olun. Bəs Əqrəb, burada bayaqdan mənə WhatsApp-da da Buyur, öldürdülər ki, qoçu soruş, qoçu soruş. Qoçun da olan yüksəvəni şişirdir. Qoç bürcündə olan insanlarda belə bir xüsusiyyət var. Bunu mən həmişə deyirəm. Qoç belə bir xüsusiyyəti. Bax tutalım yol gedirsən. Hə. Heç tanımırsan kimdir. Birindən bir kömək istəyirsən. O tutalım qoç bürcü çıxır. Qoç bürcü mən həmişə deyirəm insanı. Bax bir qoçda elədi, bir əqrəbdə elədi. Qoçan deyəcəm sizə bu. Qoçla əqrəb insanı dırnağından tutmuş, saçının tükünə qədər analiz edən bir bürcdür. Amma vay o gündən yalan danışırsan. Yalan ki danışdın ha, bu insanlar sana ömür boyu yaxın durmaz. Ömür boyu yaxın. Bu arada Sevinç də qoçdu ya, qulaq asın. Qoç bürcü ağıllı bir bürcdür, insurdur. Və ümumiyyətcə bürcülərin içində kinli bir dənə bürc var. Bu da onun özünün aslı bürc deyil. Kinli bir dənə bürc var. Hansı? Sizcə? şir. Şir yox, şir deyil. Birdə kin yoxdur. Bilirsən, yazıq mağımındır. Tez başlayır. Şir Bana yazılmadı. görə birdə kin yoxdur. Ən kinli bürc, ən kinli bürc. Bax desəm bəlkə də inanmayasınız. İnan mənə. Oxatan. Ən kinli bürc, ən kinli bürc. Kinli bürc ümumiyyətcə bağışlamaq aktuallığı o insanlarda yoxdur. Bu əqrəbdir. Əqrəb. Əqrəb bürcünün bağışlamaq Çata yazırlar, bayaqdan yazırdılar çata. Ay gün adından da görünür də əqrəb. Əqrəb. Əqrəb bağışlamır. Heç vaxt bağışlamır. Əqrəb bürcü həssiz dərəcədə bağışlamır. Uşaqlar ekran tıkını qaldırarım bir Niyə balaca. deyirlər ki, qız bürcü çətindir, yola getmək çətindir. Mən qarşıma eləsi çıxmayıb, amma həmişə görürəm ki, Orxana onu deyirlər, qız bürcü çətindir. Qız yox, qız həssas, qızın dostluğu möhkəmdir, güclüdür. Qız kövrəkdir, qız çox həssasdır, qız hər şeyə küsəyəndir, takılandır. Yox, özüm qız bürcü olmağa görə demirəm, amma mən görürəm ki, qız bürcü çox Qız bürcü duyumlu insandır həyatda valla. Evet, çox sağ ol. bürcü deyil əslində. Yox, qətiyyən. Qız bürcü duyumlu insandır. Amma qız bürcün zövqün mən bəyənirəm. Həssas insanlar, duygusal insanlar pis ola bilməz. Heç vaxt. Heç vaxt. Heç vaxt. Heç vaxt. Və dostluqları güclüdür. Məsələn, mənim üçün bu dünyada dost itirməkdən ağır mövsüm heç nə Elədir yox. Mətiş. Elədir. Elədir. Tərəzi astrologiyanın qurucusudur. Elədir Mətiş, elədir. Tərəzinin böyük ürəyi var, geniş ürəyi var. Onu mən bilirəm. Təbirli olun uşaqlar. Çata yazırsınız tez-tez. Baxın. Görmür. Mən sizə bir söz deyim. Gəlin burada danışım istəyirsiniz bütün bürçülərini. Əgər dinləmək istəyirsinizsə, baş ağrıyırsa bütün bürçülərin bəttollarından danışın. Çatda təkrar yazmayın Bax, uşaqlar. siz də Könül xanım çatdakı var. Bir dənə ekran tıkını prosto bir dənə 100K-ya qaldıraq. Burada 3500 nəfər adam var. Yox, siz eləməyin. Olmur axı məndə. Mən belə eləyəndə nəsə başqa şey olur. Yox, siz eləməyin. Siz qulaq asın. Sizin elə burada olmağınız bizim üçün ən böyük şeydir. Könül xanımı sevənlər Könül xanımın əvəzinə ekranı bəyənsin. Könül xanıma ürək atın. Ürək. Bizim dəyərli sənətçimizə ürək atın. Orxan, sən bilirsən ki, Bir də mən Könül xanımın ən çox sevdiyiniz mahnısı hansıdır? Çatı onu yazın. Orxan da Ya Könül xanım nə isə deyirdi. Buyurun. Orxan, mən sənə görə girmişəm TikToka. Mən Bilirəm. Sevinci o nə idi? Bilirəm. yəni mən amma səni görəndə belə takıldım dedim. Mən canlı sənə görə öyrənmişəm ora. Mən bürçlərin motivasiya mənbəyiyəm. Də həqiqətən deyirəm. Mən bürçlərin motivasiya mənbəyiyəm. Hətta mən qohumlarımıza dedim, sən demə, bu nə gözəl oğlan, bizim qohum imiş, belə filan. Bay, xoşlandım lap belə mən. Dedim də neçə vaxtdır. Allah ömür versin sizə. Sabah da ona görə qız bürcündə olan insanlara gözəl bir video gələcək. Dolçuya da. Və mən ay gün hər kəsdən belə təmasda ola bilmirəm də, yəni bilmirəm, yekəlikdən deyil. Amma mən hamı ilə dil tapa bilirəm, mehriban ola bilirəm.
İlk tanıdığım gündən Orxanı mən özü bilmədən izləyirdim. Xoşum gəlirdi ki, necə Orxanda bir dənə Söyləmək aura iş. var. Mən də Orxanı izləyirdim. PK-da tanış olduq. Yadıma gəlir Orxan PK-lıq oynadıq. sənin dəhşət auran gözəldir və dəyərin gözəldir, samballıdır. Hə. Var olasın. Minnətdaram. Gözəl. Mərifətli uşaqdır. Çox Ay, istəyirəm onu mən. mama Çox qurban. mərifətlidir. Hamı ilə gözəl dil tapır. Gəlir. Sən ümumiyyətlə mən Orxan özünə dəyər verən insanları sevirəm. Gözəl bir şeydir bu. Özünə Çox dəyər verməyən insanı mən belə də sevirəm. İnsan mən həmişə deyirəm ki, sözünüzə qüvvət. İnsan həmişə cəsarət çox sağ olun, səsi çox. İnsan həmişə Ses xanım, xoş gəldiniz. öz Necəsiz? dəyərini necə bilməlidir? İnsan öz dəyərini ümumiyyətcə bax. Məsəl üçün mən həmişə dediyim bir söz var. Bu deyilir. Deyir ki, özünü çox hissə. Deyir, niyə deyir, həddindən artıq çox hissə. Sual gəlir, niyə deyir, hissə görəcəksən. Bir insan Özünü olur. istəyə bil, istəməyən heç kim istəyə bilmir. Əlbəttə ki, bir insan olur. İnşallah Mətşim, Bəs, inşallah. sağ ol. Birinci verilişimizin qonağı da Könül Kərimov var, Allah qoysa. Nə vaxt başlayır ay Orxan? Az qalıb. Səbirli olun, şok bir layihə ilə gəlirik. Verilişim var Orxan. Ha, verilişimiz var inşallah gözəl. Dəstək oluram sənə. Əla. Var O olasın. vaxta qədər qızla dolça depressiyadan çıxacaqdı, ora bir ürəklə Gözəl bir gələcək. verilişimiz başlayır. İlk veriliş Ay, sənin mənimlədir, açılır. Yox, Süper. biz gələcəyik. Könül xanımla mən gəlirik. Könül Vəssalam. xanımı Bürcündən danışırım. Sən öldürəsən ki, mən niyə yerə getmirəm? Orada nə orada verilişim? Mən onu zarafat eləyirəm Orxan. Gözüm üstə. O mənim zarafatımda. Elə Orxanla mənim səhifədə videom var. Aa. Orxan mən niyə yerə getmirəm? Bə demişdin gedəcəm. Deməli, günlərin bir günü bir olan hadisəni danışırıq. Deməli, bir nəfər var burada, yaxşı bir xanımdır. Deməli, keçən də Bürcün soruşur məndən. İndi oğul anavarını da bilirsiniz, axı qısqancı olur axı. Çox, bütün anavar qısqancdır. Başım, qızlar yığılıb başıma Bürcü soruşur. Mamam da durub, mamam da baxışından mən ucu bildirəm ki, yəni bu baxış onu deyir ki, da üzr istəyirəm, dur, rədd ol, gedək evə. Yəni bu baxışı mən ucu analiz edirəm da, Allah'ım olsun. Deməli, mamam baxır. Bir də ürəyimdə deyirəm ki, ay Allah, qurban oldum. Qızların yanında gəlib mən işə deməzdim. Pərt olmayayım, başıma dönüm səni. Durmuşam da Allah haqqı. Gördüm mama gəlir. Öz taktikaya bax ha. Oğlum söhbətin qutardı. Dedim, hə, hələ bunlardan 5-10 dənəsi o tərəfdə var. Gəl. Arif bəy, xoş gəldiniz. Allah'a and olsun. Dedim, Arvad. Dolça bürcüzən dedim. Qınamıram səni. Dolça bürcüzən, dolça. Bəli, dolçalar belədir Orxan. Həmişə də məni təriflə. Dolça, Mama dolça. dolçadır. Başqa söz deyə bilmərsən. Çətin büzdür, amma təmiz insanlardır. Təmiz. var. Mənim oğlum da Dolçalar düzgünlüyü sevir də. Bəli, qızım da dolçadır. Mən evlatlarımın simasında dolça bürcünü sevmişəm. Çox gözəl. Biz səhv görməyək də, amma Kategoriya var. Kategoriya var. Baxın. dolçalar Adem qulaq Bey'e as. deyim. Koç bürcü, lider karakterika. Buğa bürcü, idealist. Ekizler bürcü, astrolojiyanın beyni. Kərçənd bürcü, sevgi bürcü. Şir bürcü, lider və təmənnası yaxşılıq etməyə bacaran. Qız bürcü, daima diqqət mərkəzində olub öz qanunlarına yaşayan, yaxşı anlamda. Tərəzi bürcü, astrolojiyanın qurucusu və hər zaman aktual düşünən insanlardan biri. Ondan sonra Əqrəb bürcü, astrolojiya şarımı gətirən və idealist nöqtədə olan bir bürc. Oxatan bürcü, hər zaman dinləməyi bacarıb öz istiqamətini irəliləyən bir bürc. Oğlaq, lider, son sözü və son nöqtəni qoyan. Dolça bürcü, qəmi kədəri çox olsa da hər zaman ürəyi hər zaman geniş olan bir bürc. Düz. Balıq bürcü, dostluğun içində şahlığın və sultanlığın təmsilçisi. Süper. Çox qəşəngdə düz dedin. Heç kimin də qəlbin qırmadı. Hamıya da qəşəng dedin. Balıq, mən həmişə demişəm, həyatda gördüyümü demişəm, balıq insanın göz yaşından tez insanın yanında olan bir bürcdür. Şirdə də var bu. Balıqda ürəyi yanmaq var. Balığın ürəyi yanır. Özə, bürclər içində 5 dənə bürc var ki, elədiyini heç kimin başına vurma. Bax, şir, qız, dolça, balıq və tərəzi. Bu 5 dənə bürc yerlədə yaxşılığı heç kimin başına heç vaxt vurmaz. Ondan düşman olsa belə. Heç vaxt. Çünki bu unsurlar dünyanın ən güclü unsurlarından biridir və bu unsurlar dəyər verməyə bacaran və lider xarakterikalı olan ən aktual bir bürcdür. Da belə deyim sizə ki, insan bəzən öz xarakterikasından yaşayır, öz qoyduğu qanunlarla yaşayır. Amma bunların analiz etmə nöqtələri var.
Bu məsəl üçün mənim görmədiyimi qız bürcü görə bilər. Qız bürcün analiz eləmədiyini dolçu görə bilər. Hərənin bir kateqoriyası var. Düzdür. Hərənin bir kateqoriyası var həyatda. Ona görə bürc elmi, astrologiya ümumiyyətlə çox maraqlıdır. Həqiqətən çox maraqlıdır. Doğrudan çox maraqlıdır. Həyatımızda yenilik eləməyə lazımdır. Adi bizim, bax, içdiyimiz, yemək yediyimiz tareka, içdiyimiz su, içdiyimiz istakan belə, bu belə yenilənməlidir. Rəngarəng olmalıdır. Bax, mən həmişə bunu deyirəm ki, ona görə bax, o şeydə tərəzi bürcünü və şir bürcünün aktuallığını sevirəm. Yəni. Bax, tərəzidə bir xüsusiyyət var. Tərəzi ümumiyyətcə güclü sevməyi də bacarır. Güclü unutmağı da bacarır. Tərəzi, mən həmişə deyirəm bunu, sevdiyindən nə qədər ayrı qalsa da qopa bilmir, daha da bağlanır. Bunu mən həmişə deyirəm. Amma xarakter təmsili var da. İnsan məsəl üçün bəzən biz düşünürük ki, öz parapsixologiyamızda ki, mən keçən dəfə bir seminarda oldum, Könül xanım, məni bir seminara dəvət etdilər. Həkimlər kolleksiyası idi, hamısı, ginekoloq var idi, nə bilim, diyetolog var idi, böyük bir seminar oldu.